Həftəlik bürcülər, qoçlar, şirlər, oxatanların odun üsürlərinin 22 iyundan 29 iyuna doğru nələr gözləyir? Birinci qoçlardan başlayaq. Qoçlar bu həftə sizi elə bir istəmədiyiniz işlərə doğru yönləndirəcəklər. Sanki bilirsiniz necə olacaq? Elə bir məqamda olacaqsınız ki, insanların təsirləri üzərinizdə çox olacaq. Yəni istəmədiyiniz iş sektoruna yönləndirəcəklər, istəmədiyiniz danışıqlar, istəmədiyiniz təzyiqlərdə olacaqsınız. Özünüzü 1-0 geridə çəkəcəksiniz. Pul maddiyyatla bağlı, idarə əvizi işlə bağlı məcburiyyət təsir altında olmağınızla əlaqədar gücünüzü tam aktivləşdirə bilməyəcəksiniz. Ümumi dəyərləndirməyə çalışsaq həftənin sonlarına doğru tamamlanmağınız, hər şeyə zamanla ayaq uydurmağınız, özünüzü günəş enerjisindən aktivləşdirməyiniz, zaman çərçivəsindən doğru yenilənməyiniz uğurlu bir şəkildə olacaq. Amma cümə axşamına qədər elə bir vəziyyətdə olacaqsınız ki, sanki bilirsiniz necə qoçlar, yenilənməyiniz və özünüzü kəşf etməyiniz o vaxta qədər zəif formada olacaq. Tam istədiyiniz güclənməyə keçə bilməyəcəksiniz. Həftənin pis həftə deyil, həftənin əvvəllərində qəfəsiniz, həftənin əvvəlindən danışıq olaraq, düşüncə olaraq aqressiyanız normadan çox olacaq, amma daha sonra özünüzü bərpa etməyə yüksək səviyyədə qoçlar bacaracaqsınız və bunu mükəmməl şəkildə edəcəksiniz. Ümumi dəyərləndirsək 74%-ə qədər həftənizi uğurlu edə bilərsiniz. Gözünüzdə allergik ola bilər və yaxud da bilmirəm, başınızda, dərinizdə allergik tonda bəzi narahatçılıqlar ola bilər. Qoç bürcləri bunlara fikir verməsi və ailə şəxsi həyatına, sevdiyiniz insanla bağlı böyük qərara vermək zamanı deyil qoçlar. Biraz dayanmaq lazımdır. Daha sonra şirlərə keçəndə şirlər bu həftə iki başlı oynayacaqsınız. Həm özünüz, həm ətrafınızda olan insanlarla əlaqədar elə bir iki başlı qərarlar verib özünüzü iki başlı gücləndirməyə çalışacaqsınız. Və bəzi şəxsiyyətlə əlaqədar gedişat ümidsizləşdirəcək, yorucu olacağını görəcəksiniz. Hər kəsi, hər şey özünüzdən belə məsafəli saxlamağa çalışacaqsınız. Bacarırsınızsa bu həftə şirlər sosiallığınızı, istirahətinizi, özünüzə zaman ayırmağınızı, sevdiyiniz insanlarla əlaqədar çoxlu vaxt keçirməyinizi məsləhət görər. Həftənin sonlarına doğru bəzi gizli qalan nüansların üstü açılacaq. Kimlər ki sizə yalan danışır, kimlər ki sizlə maskalanır, kimlər ki hər şey özü üçün istifadə edir. Bunların hamısı həftənin sonlarına doğru şənbə günündən başlayaraq aktivləşəcək. Özünüzü ifadə etməyə, mən varam kimi bəzi nüanslar bildirməyə gərək yoxdur. Ruhunuz və enerjinizi təmizləmək daha yaxşıdır. Cümə gününə qədər pul maddiyyatla əlaqədar bölgülərinizə, israfınıza çox fikir verin. Böyük bir israf enerjinizi şirlər bu həftə aktivləşdirə bilərsiniz. Sağlamlıqla əlaqədar xoşuma gəlməyən bir balaca dişiniz və çənə sisteminizdə, boğaz sisteminizdə bəzi narahatçılıqlar ola bilər. Onu düzəldə bilsəz 78%-ə qədər uğurlu edə bilərsiniz. Həftənin digər uğurlarına birisi oxatanlar sizlərsiniz. Bəli, siz bu həftənin uğurlusunuz. Çünki güc sizdədir, idarə sizdədir, istədiyiniz şəkildə yönləndirəcəksiniz. Gülüşlə, belə deyim də, sarkazmla insanlara öz gücünüzü, öz təsirinizi, danışığınızı bildirəcəksiniz. Dövlətlə, rəsmiyyətlə əlaqədar nə yarımçıqlar varsa, bu həftə bütün o qəfəsləri qırıb, öz fikrinizi, öz istədiyiniz yöndə, planda aparacaqsınız və emosionallığınız həddən artıq çox olacaq. Uşaqlarla, ailə ilə bağlı çox gözəl rəftarınız olacaq və yeni tanışlıqlara doğru qoçular, oxatanlar həftənin sonlarına doğru yeni tanışlıqları öz üzərinizdə aktivləşdirəcəksiniz və ən əsası çoxdan da axtardığınız iş olaraq, insan olaraq, dəyər olaraq bu həftə o gücü, qüvvəni özünüzdə kəşf edəcəksiniz oxatanlar. Ümumi dəyərləndirsək 84-86%-ə qədər həftəniz uğurludur. Bəli, bu həftə gücünüz normadan çoxdur.